HR olmayanda hər kəs hər şeydən məsuliyyətli olur. Hicran necə danışmalıdır? Biznes böyümür, bu şişir. Burada HR-ın strategiyası çox önəmlidir. Biznes öz strategiyasını müəyyən edir, müəyyən bir hədəflər qoyur və bunun istiqamətində strukturlaşdırılmış bir istiqamətdə fəaliyyət göstərilmir. Bunun üçün dəstək olaraq HR olmalıdır və HR öz strategiyasını məhz o hədəflər üzərində qurmalı və eyni hədəflər üzərində həm biznesin hədəfləri, həm də HR-ın strategiyası üst-üstə düşdükdə bu zaman həqiqətən də şirkət şişmir, böyüyür. HR olmayanda maaş da hissiyatla hesablanır. Qərarları verərkən bəzən duyğularla, bəzən ulduz falı ilə, ən yaxşı halda duyğusal halı ilə da qərar verirlər. Gəlin bunları biraz analiz edək. Deyir ki, müdir, Kamran yaxşı oğlandı, gəlin onun maaşını biraz qaldıraq. Və yaxud da Kamran işindən məmnundur, gəlin onun maaşını biraz qaldıraq. Dərindən analiz etsək və danışdırsaq, müsahibə aparsaq, görərik ki, Kamran bəlkə də ürəyində 74 dəfə istefa veribdir. Ona görə də buradan səslənirəm hörmətli rəhbərlərə. Qərar verməmişdən öncə engagement survey mütləq edin. Edin ki, bu günlərim o Kamranın LinkedIn-də open to work etdiyini görə biləsiniz.